Daşınmaz əmlakın dövlət reyestri xidmətinin keçmiş rəisi Arif Qaraşov nə zamandır gözə dəyməsə də bir ara sabiq MTN şefi Eldar Mahmudovla bağlı prezidentə etdiyi şikayəti ilə diqqətə gəlmişdi. Keçən il isə Qaraşovun ağır xəstəlik keçirdiyi məlum oldu. Sabiq oliqarx məmurlardan olan Arif Qaraşov bugün də əlində köhnə biznes rıçaqlarını saxlamaqdadır. Bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edən tanınmış jurnalist Fadil Paşayev olduqca maraqlı bir məqama da toxunub. Fotoları ictimailəşdirən jurnalist qeyd edir ki, gördüyünüz foto 21-ci əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin binasıdır. Arif Qaraşovun yaratdığı məktəbdir. O məktəb ki, bir şagirdin illik haqqı 11.500-12.500 manatdır. Məktəbdə isə 750 nəfərdən çox şagird təhsil alır. Bilirsiniz, söhbət hansı Qaraşovdan gedir? Uzun illər daşınmaz əmlakın dövlət reyestri xidmətinin rəisi işləyən bir oliqarx məmurdan. İllik gəliri orta hesabla 8 milyon manatdan çoxdur. Bu isə ona məxsus olan kommersiya əsaslı obyektlərdən cəmi birinin qazanc göstəricisidir. Belə uğur hekayəsini görən digər məmurlar sizcə nə etməlidir? Bir daha xatırladaq ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkən Qaraşovun hazırda biznesinə oğlu nəzarət edir və Arif Qaraşov toxunulmaz hesab olunan sabiqlərdən hesab olunur deyə məlumatda qeyd olunur.